Həyat bəzən ən parlaq ulduzları bizdən çox tez alır. Bəzən bir insanın ömrü illərdə yox, qoyduğu iz ilə ölçülür. O, cəmi 29 il yaşadı. Amma bu qısa ömrə bir ömürlük sevgi, bir ömürlük iz sığdırdı. Ömrünün sonunda dilindən çıxan sözlər isə qırıq bir arzu kimi yadda qaldı. Çox yox, kaş 50 il yaşayıb planlarımı həyata keçirə bilsəydim. Bu video səsi ilə bir millətin ürəyində iz buraxan Xeyransa Məmmədovanın unudulmaz hekayəsinə həsr olunur. 1966-cı ilin 26 noyabrında Bakıda çox uşaqlı, yoxsul ailədə daha bir körpə dünyaya gəldi. Valideynləri 9-cu uşağın adını Xeyransa qoydular. O Xeyransa ki, şirin və məlahətli səsi, ifası ilə hamını heyran edəcək, lakin qısa bir ömür yaşamaqla hər kəsi kədərləndirəcəkdi.